çox önəmli bir faktordur ki, bu məsələyə diqqət yetirək ki, Azərbaycan İranda və İranda ümumiyyətlə türk xalqı 100 il, baxın 100 il qafili hərəkəti siyasətdən uzaq qalmışdır. 100 il fəaliyyət siyasi etməmişdir. 100 il ədəbiyyat siyasi işlətməmişdir. Zaten dili qadağanıdır. Dili qadağan olan yerdə siyasət bilimi nə ola bilər? Bizim öyrəndiyimiz siyasət fars dilində olmuşdur. Fars dilində ürətilən bir siyasət geniş vasitədə türk xalqının xidmətində ola bilməz. Necə ki, bunu görürük ki, türklərin bəlkə %90'ı mərkəzçi qruplarının fəaliyyətdədirlər. Solları, sağları. Bir millət ki, 100 ildir öz dilində siyasət ürətməyib, yəni siyasi teoriyada danışmayıb və siyasət qurmayıb, yəni partiya, hərəkət, etiraz, 100 ildir pratik ictimaisi olmayıb siyasi sahədə. Əcəba belə bir millət, belə bir cəmiyyət, indi ayrılmışıq və meydana gəlmişik və bir işlər görmək istəyirik, amma 100 il dalıyıq axı. Hətta mən deyirəm 100 il bunu uzun daha. Mən deyirəm 100 il ki, Pəhləvilər zamanından hesablayaq. Çünki ondan arxaya gedəndə Qacarlar devrinə gedəndə, orada da bizim millətimiz hətta milli kimlik aydın deyil. Qacarların kökəni türk olmaq deyil, bəlkə İran dövlətinin Qacar devrində, ələlxüsus son devirlərdə Fars nasionalizminin seytərəsi, İran nasionalizminin seytərəsi Qacar dövlətinin başının üstündə dolanırdı. Yəni, milli kimliyə sevkənmək, milli dilə sevkənmək Qacar sülaləsində əsla görünməmişdir. Yoxsa məktəblər açılanda, fars dilində məktəblik qoyanda, həman zaman ilə türk dilində də məktəblər açılıb da Təbrizdə. Amma türk məktəbləri bağlanıb. Ne üçün bağlanıb? Qacarların qərarları əsasında. Bu nə deməkdir? Yəni, bu deməkdir ki, bizim milli kimlik haqqında yoxsunluğumuz, milli dil haqqında bilimsizliyimiz Qacar devrinə də uzanır. Ondan da çox uzanır. Hətta Səfəvi devrinə yetirə bilərik onu. Orada şiəçilik, cinayətlər və hətta paytaxtı İsfahana götürmələr. Burada bir ciddi problem var. Ona görə bizim bugün hərəkətçilərimiz, aktivistlərimiz, düşünürlərimiz bizim bu tariximizə diqqət yetirməsələr çox böyük yanlışlıqlar ola bilər. Mesela biz bilməyək ki, biz geçən 100 ildə siyasi fikir ürətməmişik. Siyasi ədəbiyyat işlətməmişik zaten. Ədəbiyyat yoxumuzda işlədək. Dilimiz istifadə olmurdu. Sən dilin vasitəsilə fikir ürətsən, düşüncə ürətsən, strateji qurursan, siyasət qurursan, siyasət bilimi ilə tanış olursan. Hətta bugünün ifratçılığı, aşırıcılığı bizim hərəkatımızda dəqiqən bu 100 ildən ki danışırıq, oradan qaynaqlanır. Ümumiyyətlə, fikir ürətmədə ehtiyatlı olmalıyıq. Siyasət qurmada, siyasət aparmada bir dəfə deyil, 2 dəfə kontrol etməliyik fikrimizi. Əcəba bu fikir uyğun ola bilirmi? Uyumlu ola bilirmi? Bu qədər diqqətli yetirməliyik. Çünki tariximiz həqiqətən bir qaranlıq tarixdir. Yalnız Pişəvərinin tarixini oradan çıx. O da bir il yarım müəyyən və özəl bir durumda bir devlət qurulur. Bir il içində devlət qurulub və bir il içində devlət bastırılır və bitdi. Yəni, o devlətin qurduğu bir fikir, düşüncə millətin içində yayılmamış, kültürə çevrilməmiş, düşüncəyə çevrilməmiş, bastırdılar, getdi. Yəni, yoxmuş kimi. Ona görə deyirəm ki, bugün biz fikir ürədəndə, fikir söyləyəndə, siyasət aparanda, düşüncəyə diqqət edəndə, parti quranda, strateji quranda bu 100 il axsaqlığı, 100 il yoxsulluğu nəzərə almasaq, böyük yanlışlığa yol açır. Həman ki dedim, bu aşırıcılığa, bu ifratçılığa, bu sektarizmə, bu xiyal aləmində strateji qurma, xiyal aləmində siyasətdə yürümə, siyasi zəmini qəşəng başa düşmədən yürümə, hərəkətin sonuçsuzluğuna, xalqı xəyal qırıqlığına uğratmada, hərəkətin sonuçsuz qalmasında və hətta hərəkatın iç üzrə daima gərginlik olmasında, bu deməkdir ki, təcrübə yox. Bu deməkdir ki, hələ mənafiyin başa düşmür. Bu deməkdir ki, qısıtlı düşünür. Bu deməkdir ki, geniş dünya görüşü yoxdur. Elə ona görə də 100 il axsaqlığı, 100 il siyasi hərəkətdə olmama, 100 il siyasi düşüncə ürətməmə, 100 il siyasi ədəbiyyatın olmaması, hətta ədəbiyyatın belə olmaması, yazı, qələm, kağız olmaması, hətta öz dilində yazma olmaması 100 ildə onların etkisidir. Onların etkisinə diqqətsiz olursaq, bu gün də hərəkətimizdə böyük yanlışlığa yol açıb, böyük sonuçsuzluğa səbəb ola bilərik.